Salam dostlar, filin burnu sadece bir burun değil, o əslində bir super silahdır. Bir təsəvvür edin, 40 mindən çox əzələ, amma bircə dənə də sümük yoxdur. Yəni bu tək orqan əslində bioloji dizaynın bir şax əsəridir. Bəs necə olur ki, o həm bu qədər güclü, həm də inanılmaz dərəcədə həssasdır? Baxın, 350 kiloqram. Bu, bir neçə insanın birlikdə belə qaldıra bilməyəcəyi bir ağırlıqdır. Amma eyni zamanda yerdəki bircə fıstığı götürəcək qədər də zərifdir. İnanılmazdır. Yaxşı, bəs sümüyü olmayan bir orqan bütün bunları necə edir? Sir içində gizlidir. Cavab budur. Xortum. Eyni ilə 8 ayaq qolu kimi, sırf əzələdən ibarət bir sistemdir. Hətta düşünün, 40 min yox, təxminən 90 min ayrı-ayrı əzələdən söhbət gedir. Baxın bu mürəkkəb quruluşa, sanki bir-birinə hörülmüş minlərlə əzələdən ibarət bir şəbəkədir. Deməli, iki növ əzələ var. Biri dəqiqlik üçün, digər isə güc üçün işləyir. Əlbəttə, belə mükəmməl bir alətin arxasında dahi bir beyin olmalıdır. Hələ qədimdə Aristotel onların zəkasına heyran qalmışdı. İndi isə elm bunu sübut edir. Filin beyni 5 kilodan ağırdır və demək olar ki, insan beyni qədər neyrona sahibdir. Yəni, onlar əvvəllər sadəcə insana aid etdiyimiz davranışları nümayiş etdirirlər. Bu xortum həm də onların mürəkkəb sosial həyatında çox vacib bir alətdir. Onlar bizim eşitdiyimiz səslərlə yanaşı, heç duymadığımız yollarla da danışırlar. Bu dərin gürültülər əslində kilometrlərlə uzaqdakı sürüləri birləşdirən gizli bir dildir. Həm maraqlısı isə bu siqnalları həssas ayaqları ilə birbaşa torpaqdan eşidə bilmələridir. Fillərin təsiri bununla bitmir. Onlar yaşadıkları mühitin əsl memarlarıdır. Onlar əsl ekosistem sistem mühəndisləridir. Meşələrin sağlamlığını və həyat zənginliyini qoruyurlar. Yəni mikroskopik əzələlərdən ekosistemləri formalaşdırmağa qədər fil möhtəşəm bir varlıqdır. Bəs sizcə, onlar sadəcə heyvandır, yoxsa başqa cür bir ağıllı həyat forması? Rəyinizi bildirin.